Salam, kanalıma ve video hoş gəlmisiniz. Temu'dan bir kişiden şey sipariş vermişəm və biraz xoşlamam, bəyənmədim bunu. Şəkildə kimi kişi çox kişi gəlir mənə. Mesela bunu bu qabdan başlayaq. Belə qab. Kişi qabdır. İndi bunun şəklini göstərdim. Bir bakın. Buradaki bunu oxşayan ama burada bile heç belə gözləməzdim. Çox belə məmiş oldum qaba belə. Qiyməti də elə var 3 manat endirimdədir. Belə burada şəkildə və yağlıqda belədir. Sizə göstərdim, baxın belədir. Bir tane de bu pişiğine bakın. Bu da böyle almışam. Görün. Renk ölçüsü bu burada. Ama şəkildə belədir. Bakın. Şəkildə böyle rənginə bakın. Bunun rənginə bakın. Burada böyük görsənir. Amma ki burada balaca görsənir. Nə bilim. Bunun da belə qiyməti 3 manat 73 qəpidir. Bunları belədir. Sonra belə şahmaran aldım üzüm üçün. Göstərdim orada. Belə şahmaran çox gözəldir. Bacım taxmışdı və mən də buna sifariş verdim. Şahmaran 1 manat 6 qəpidə, bilmirəm o vaxtında, bilmirəm qiymət dəyişər, yoxsa yox. Sonra belə çanta almışdım. Amma məndə bu rəngə qalmamışdı, qara aldım. Bu çanta da çox bəyəndim. Buna arkamı koyuyorum. Uzun organizmde. Bu Temu'dan aldığım çantadan. Onu da göstereyim size. Ama bakın. Belə çanta. Çok güzel çantanı sevdim. Halbuki o rəngə qalmadı. Ebi yoktu. Bu da gözəldir. Bu deyim ki astarıdır. Elə astarı var bu çantanın. İçinde uzun şey de var. Kəməri de var. Bir mağazadan sipariş verirsən. Olanı bir qəşəng kofta aldım 10 manata. Üstüne yazıblar 10 manat. O mağazamda işləyən satıcının adıdır. Belə qəşəng. Hələ giyinməmişəm. Bunu yuyub sonra giyindirəcəyəm. Çox xoşumdadır. Bunun başqa rəngləri də var. Qara, ağ, cürbəcür rəngləri var. 10 manat aldım. Bu qədər. Mənim Temu siparişim. Bu dəfə biraz məyus oldum. Amma evdə yoxdur. Belə. Bu da vlog. Videomu beğenip kanalıma abone olmayı unutmayın. Sağ olun.